tələbə büdcəsi ilə ev təmir eləyirik part 2. Yox, narahat olmayın. Evi yandırmadıq. Yenidən doğulması üçün alovlandırdıq. Bəzən bir evi təmir etmək sadəcə divarları rəngləmək deyil, köhnə xatirələrin üzərinə yeni ümidlər tikməkdir. Bu dəfə çəkilişə atamla birlikdə gəldik. İlk videodan sonra bir an belə dayanmayıb. Evin ruhunu yeniləmək üçün divarların yarısını artıq söküb, yeni bir təməl hazırlayıb. Hər sökülən daş əslində xəyalımızdakı o gözəl mənzərəyə bir addım daha yaxınlaşmaqdır. Bu mərhələdə tələbə büdcəsi ilə mümkün olanın ən yaxşısını etməyə çalışdıq. Alçıpanları və bütün bərkitmə detallarını təmin etdiyi üçün buradan Əflatun bəyə dərin minnətdarlığımızı bildiririk. Çoxlarınız boruların nədən izolyasiya olunmamasını soruşdunuz. Bütün borular izolyasiya olunacaq. Evin canı sayılan dam örtüyünü yeniləməli və pəncərələri tamamilə dəyişməliyik ki, Şamaxının o bənzərsiz havası və işığı içəri daha rahat olsun. Atamın illərin təcrübəsi və mənim bu layihəyə olan inamım bizi irəli aparır. Bu tozlu, yorucu, amma gələcəyə atılan ən dəyərli addımda yanımızda olduğunuz üçün sizə təşəkkür edirik. Bu xəyalı birlikdə tamamlamağa az qaldı.